Salam əziz müəllimlər. Öyrədici oyunlardan hər birimiz dərslərimizdə yəqin ki, çox istifadə edirik. Bu cür oyunların şagirdlərin məntiqi biliklərini inkişaf elətdirdiklərini, onların tədqiqatçılığa maraqlarının artmasını, həmçinin şagirdlərdə qavrama qabiliyyətinin yüksəlməsini, özlərinin sərbəst sualla cavab tapma qabiliyyətlərini və bu kimi bacarıqlarını inkişaf etdirdiyini bilirik. Belə oyunlara puzzle oyunlarını və yaxud da internet resurslarından hazır istifadə etdiyimiz bir sıra oyunları misal göstərmək olar. Mən sizə bu oyunlardan bəzilərlə tanış edəcəm. Bu oyunlardan istifadə edəcəyimiz saytlardan biri Zigzone adlanır. Zigzone'da puzzle'lar yaratmaq üçün əvvəlcə bu saytda qeydiyyatdan keçmək lazımdır. Saytda qeydiyyatdan keçmək çox sadədir. E-mail ünvanınızı, öz mail, elektron poçt ünvanınızı, parolunuz yazıb təkrar etməklə saytda üzv ola bilərik. Üzv olduqdan sonra saytın ümumi qalereyası var. Həmin proqramda biz də add edib, yəni şəkillər əlavə etməklə qalereya hazırlaya bilərik. Sonra saytda olan qalereyanın içərisinə, müxtəlif şəkillərin içərisinə bizim də şəkillərimiz əlavə olunacaqdır və biz əlavə etdiyimiz şəkillər qrupuna bir albom kimi ad da verə bilərik. Gördüyümüz kimi çox sadədir. Burada müxtəlif şəkillərdən ibarət qalereya görürük. Hər hansı bir şəklin üzərində vurduqda onun avtomatik olaraq puzzle yaranacaqdır. Bəli, gördüyümüz kimi, yəni vurduğumuz heyvanın puzzle yarandı. Şagirdlərə bu hissəcikləri birləşdirməklə, uyğun olub-olmayanı birləşdirməklə verilən obyektin tapılması çox maraqlı gələcək. Növbəti bizim düzəldəcəyimiz, puzzle düzəldəcəyimiz sayta, resursa daxil olaq. Bunun üçün browserin yuxarı mail linkində mən saytın adını yazıram. Puzzle. Və sayt yüklənir. Burada puzzle yaratmaq üçünsə heç bir qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Bizə sadəcə şəkilləri seçmək qalır. Şəkli seçdikdən sonra isə puzzle görüntüsü avtomatik olaraq proqram tərəfindən yüklənir. Gəlin şəkli seçək. Və puzzle'ın gördüyümüz kimi böyük, kiçik və orta lap kiçiyə doğru burada 5 forması var. Birini seçməliyik. Seçdiyimiz formada həmin puzzle yüklənəcək. Bəli, puzzle'ımız artıq yükləndi. Şagirdlər bu hissələri uyğunlaşdırıb tapmaqla puzzle'ı hazır formaya gətirib, yəni həmin şəkli, bayaqki şəkli ala bilərlər. Bu daha rahatdır, mənə elə gəlir. Çünki burada heç bir qeydiyyatdan keçmədən şəkilləri yükləyib puzzle'ları yığa bilərik və bu cür oyunlar şagirdlərin məntiqini inkişaf etdirib, onların düşünmə qabiliyyətini, suallara cavab tapma qabiliyyətini, problemi vaxtında həll etmək qabiliyyətini daha da inkişaf etdirə bilər. Diqqətinizə görə təşəkkür edirəm. Sizinlə mən idim. Bakı şəhəri 24 nömrəli tam orta məktəbi informatika müəllimi Aytaç Rızayeva.